gün bir valideynlə görüşürəm. Valideyn özünü öldürür ki, mənim uşağım 10-cu sinifdə oxuyur. Tarix müəllimi şikayət edir. Niyə hazırlığa gedən tarix müəllimi şikayət edir ki, bu uşaq bu qrupa gəlməsin? Niyə gəlməsin? Çünki qavraya bilmir. Bu tarixi sevmir. Ana edirəm, neynədir? Bir eş nədir? Saldım təpiyimin altına, tapdaladım onu. Dedim sonra nə oldu? Atası gəldi, biraz atası anladı. Dedim sonra nə oldu? Dedim sonra yatır. Dedim və sonra nə olacaq? Bir eş nə? Onun gözü tökəcək. Uşaq onun üçün. Əgər bu tip uşaqlar qapalı şəxsiyyət tipinə malik olan uşaqlar, introvert olan uşaqlar, bir də var ekstrovert olan uşaqlar. Bu uşaqlarımızı tanımadan biz uşaqlarımız haqqında nə edirik? Öz fikirlərimizi, öz emosiyalarımızı istifadə etməyə başlayırıq. Valideynə deyirəm, niyə belə emosiyalanmısan? Deyir, mən oxuyan müəllim, atası oxuyan, bibisi uşağı oxuyan, dayısı uşağı oxuyan, əmisi uşağı oxuyan, nəsil köşkdə hamısı oxuyan, bir yana bu qız oxuyan deyil. Deyirəm də oxumayanda nə olur ki, döyüb öldürmək lazımdır. Deyir, nə tanır danışır? Mən o boyda pul töymüşəm deyir buna deyir. Ən yaxşı müəllimlər tutmuşam deyir. Deyirəm, yaxşı, nə olacaq bunu? Öldürəcəm deyir onu. Öldürəcəm. Ana da bir əsəbləşir, bir coşur, bir şey deyir. Yəni, burada nə demək istəyir? Coşmaq, əsəbləşmək bir şey yaramır. Niyə yaramır? Çünki yəni, bu valideynin işidir də, valideynin vəzifə borcudur. Biz valideynin vəzifə borcu ilə duyğularımızı qarışdırırıq. Yəni, bizim duyğularımız vəzifə borcumuzun üstünə keçməlidir. Amma əksidir. Bizdə vəzifə borcumuz duyğularımızın üstünə keçir. Və biz elə bilirik ki, uşağımızı oxuduruqsa, uşağımızı hazırlığa qoyuruqsa, uşağımızı məktəblərə göndəririksə, 100% o uşaqlar hər şeyi əldə edəcəklər. Və o uşaqlar uçmalıdırlar, samolyot kimi uçmalıdırlar. Və valideyn də özünün egosunu, özünün cəmaatın yanında təmin etmək düşüncəsini, özünün arzular, istəklərini uşaqlarda gördüyünə görə belə bir aqressiv durumlar yaşanmır.